kamil insan daha çox məsuliyyət hiss edən insandır. Çünki axı Allahın adları bunda təcəlli eləməlidir. Allah nə eləməlidirsə bu onu eləməlidir. Xəlifə budur da. Allah nə eləməlidir? Allahu veliyyullezine amenu yuxricuhum minez-zulumati ilen-nur. Allah deyir ki, istəyir zülmətdən nura çıxartsın bəşəriyyəti. Xəlifət Allahın xəlifəsi canişini. O arif nə eləməlidir? Bəşəriyyəti zülmətdən çıxartmalı nura. Əli Rəssam mübarək bir sözü var. Deyir, dağlarla səhralar haqqında qiyamət günü sorğu-sual olacaqsınız. Bu dağı da sənə tapşırıblar ki, bu dağı neynəməlisən? Dağı da sən pikə çatdırmalısan. Yəni, ümumiyyətdə bəşərin bir dənə missiyası var ki, bu dünyanı dəyişsin bu havasını. Əhl-Beyt məktəbinin bir dənə baxışı var. Mən mövzu biraz da, bu daha motivasiyadır da. Mən nə boyda qüdrətim var sənin. Əhl-Beyt məktəbində yanaşma tərzi budur ki, dünya sonda yaxşı olacaq və qiyamət baş verəcək, daha yaxşı olacaq. Bu, Əhl-Beyt məktəbinin baxışıdır. Yaxşı, bu dünyanı kim yaxşı eləyəcək? Bəşər eləməlidir bunu yaxşı. Bəşərin əlindədir. Yəni, dünya bərbad, abad olmayacaq. Qiyamət anlayışı bu deyil. Bərbad olacaq, abad, xeyr. Yaxşı olacaq, daha yaxşı. Təbdil anlayışı var. Elə bil ki, düzü dağılmalıdır. Amma qurulmaq üçün dağılmalıdır. Yumurta da qırılır. Amma içindən düzə çıxır. Daha kamil bir şey çıxır ortaya. Qiyamət o dünya sanki içindən çıxır. Biraz belə danışaq. Və yaxud belə deyim, dünya lax yumurta misalında deyil. Lax yumurta içindən nə yemək olur, nə də içindən düzə çıxır. Yox, lax yumurta da dağılacaq, axırda boş. Yox. Əslində bu motivasiyadır ki, bəşər bir yerə gəlib çatmalıdır ki, dünyanın bütün gedişatını dəyişməlidir və cəvhəri hərəkətlə fəlsəfədə dünya dəyişilməlidir, başqa bir aləmə təbdil olmalıdır, yaxşı daha yaxşıya çevirməlidir. Bu kim eləməlidir? Bu Arif eləməlidir də, Ariflər eləməlidir də, yəni Allah xəlifəsi olan insanlar eləməlidir də. Bunun başında düzdür gəlir Allahın, belə deyək də, imam dayanır mövzunun başında sözsüz. Amma o imamın da yanında belə bir insanlar yetişməlidir ki, və belə bir qüdrət olmalıdır ki, bu yekunda ki, axırda bu dünyanın ab-havasını dəyişə bilsinlər.